Astro Birds TV'ye hoş gelmişsiniz. Ulduzlar bugün sizin için ne hazırlayıp? Videonu beğenmeyi ve kanala abone olmayı unutmayın. Çünkü talih indi danışır. Buğa. Gün nazik hisslərlə və xəyalpərəst duyğularla başlayır. Ay tərəziyə keçərkən sakitlik və emosional sülh axtara bilərsən. Ayın Plutonla olan əlaqəsi ürəyinin nəyə ehtiyacı olduğunu anlamağa kömək edəcək. Günün irəlisində Günəşin Marsla birləşməsi cəsarətli addımlar atmağı təşviq edir. Hisslər gözləniləndən daha güclü ola bilər. Daxili gücünün artdığını hiss edəcəksən. Axşam Venüsün Yupiterə qarşısında olması istəkləri, sevgini və emosional doluluğu ön plana çıxarır. Hər şey daha güclü, parlaq və emosional görünür. Sevgi və münasibətlər. Bugün qəlbini daha dərin emosional həqiqətə və daha güclü əlaqəyə yönəldir. Əgər təksin isə mənalı yaxınlıqlara cəlb oluna bilərsiniz. Münasibətləri olanlar isə etiraz, emosional gərginlik və güclü bağlanma anları yaşayacaqlar. Rahatlıq və yaxınlıq axtarışı ola bilər. Günəşin Marsla birləşməsi emosional reaksiyaları daha güclü edir. Sevgi canlıdır, səmimidir. Axşam yumşaqlıq, emosional istilik və gözəl sevgi enerjisi dəvət edir. Hisslər gerçəkdən daha böyükdür, amma eyni zamanda çox realdır. Karyera və iş. Səhər nazik və düşüncəli hiss oluna bilər. Amma enerji artdıqca məsuliyyətləri yerinə yetirməyə və irəliləyiş etməyə daha çox istək duyursan. Günəşin Marsla görüşü güclü əzm yaradır. Əhəmiyyətli məsələlər nəhayət irəliləyə bilər. Hələ də tapşırıqlar ətrafında emosional gərginlik arta bilər. Axşam özünə daha çox xərcləmək, özünü mükafatlandırmaq və ya adi haldan daha çox şeyə çatmaq arzusu daha da güclənir. Venüsün Yupiterə qarşısında olması cəzb edici imkanları daha da artırır. Maliyyə vəziyyətləri güclü hiss oluna bilər. Şans və bəxt. Şans yumşaq başlayır, emosional anlayış və daxili aydınlıqla əlaqəlidir. Gün artdıqca nazik anlayışın mənalı olur. Fəaliyyət əsaslı seçimlər şansı cəlb edir. Güclü emosional anlayışlar ortaya çıxa bilər. Axşam dəvətkar anlar, xeyirxahlıq, sevgi, nəciblik və ya sevincli təcrübələrlə dolu olur. Emosional doluluq hissi var. Şans hissləri qəbul etdikcə daha da artır. Amma onları hər şeyə hakim etməyə icazə vermə.